Mənim səsim oxşuyurmu yəni telefonda eşitdiyin səsinə eynidirmi? Eynidir abi. Çünki... Amma mən maşallah bu qədər uzun gözləmir. Çünki bilirsən deyə sual verirəm. Hə. Çünki hamı elə bilir ki, mən səsimlə... Hə, özün düzəldib danışırsan. Hamı elə bilir ki, məsəl üçün mən hansısa fonoqramla nasıl düzəldirəm və yaxud da ki, hansısa Google Plus-lərdən, hansısa proqram yükləyib ondan istifadə edirəm, amma inandıra bilmirəm ki, qardaşım, mən özüm belə danışıram. Mən əslində istədim ki, sən də baxmadın, sənin də kütlən var. Təşəkkür ən azından, yəni biləcək, soruşacaqlar ki, bu Fərad doğru öz səsidir, yoxsa... Bu öz-özündən formalaşdı, yoxsa istifadə elədiyim bir kəlmə idi? Mən əslində platformaya girəndə baxırdım ki, bir çoxları negativ sözlərlə gündəm olurlar. Amma mən istədim ki, elə bir cümlə olsun, elə bir kəlmə olsun ki, həm ölkəmizin milli mənəvi dəyərləri qonulsun, həm oradan müsəlmançılıq əks olunsun ki, orada var Allah kəlməsi, salam aleykum, Allah səni qorusun, yəni Allahın mərhəməti üzərində olsun. Xoş niyyət də var. Əlbəttə. Bunu söyən insana da bunu deyirəm, tərif edən insana da bunu deyirəm, heç birinə fərq qoymuram. Və elə mən bu sözü trendə çevirdim. Əslində mən TikTok platformasında məqsədim trend olmaq deyil, brend olmaqdır. Ay maşallah. Yəni bunu da sən bir səndən sözlər çıxır abi. Mən deyirlər ki, TikTok nə qədər pul qazanır. Mən deyirəm, mən TikTok platformasının ən kasıb adamıyam. Çünki dilənmirəm, istəmirəm. O da biri də mənə. Görürsən, çünki biz canlı yayın açmırıq. İzlənmədən uşaqlar pul qazanılmır TikTokda. 100%. Bəlkə də qıraqdan başqa cür görsənə bilər. Mən də başqa cür görsənə bilərəm, amma çox incə ruhlu, çox belə duyğusal insandır. Hansı belə deyim abi, çəkilişə gəlmişəm. Mən bunu çox səmimi deyirəm, kameranı söndürüb də deyə bilərəm. Yeganə çəkilişlərdən biridir ki, kameranı açmaq yadımdan çıxır. Yəni söhbətimiz o cürlə gözəl alınır. Çox sağ olun. Salam aleykum, Allah sizi qorusun.